kimi bu Brüssel'de kimi herkes muharebe dövründə otu söndürən balaca bir gənc uşağın necə deyərlər, büst deyək, heykəl deyək, adından qoyaq, qarşısında fitilə necə deyərlər, söndürülməsi və Belçikanın bildiyiniz kimi Brüssel şəhəri azad etmişlər. Onun şərəfinə hər zaman turistlər və bu xalqın nümayəndələri yiyərək, içərək öz şərəfinə içkilər qaldırıb və ona cürbəcür paltarlar geyindirərək onu qeyd edirlər. Və bununla da bunlar öz tarixlərini qoruyub, saxlayırlar və ancaq bizim isə Türk dünyasının igidləri, dünyanın bütün 2000'in, 6000'in necə deyərlər, onları biz eləmirik, ancaq hansısa bir uşağın mühasirədə qaldığı dövrdə özündən asılı olmayaraq xilas etdiyi uşağın xatirəsinə hər zaman burada toplaşıb bu formada qeyd edirlər. Demək olar ki, gündən hər gün bu formada bu proseslər burada gedir.